Ötən gecə Azərbaycan-Ermənistan sərhəddində itkin düşdüyü bildirilən 17 və 18 yaşlı iki gənc Ermənistana qaytarılıb. Bu barədə Ermənistanın Sünik vilayətinin Tex kənd icmasının rəhbəri David Qulunc Azatutyuna məlumat verib. Onun sözlərinə görə hazırda yeniyetmələr onun yanındadır. Ermənistan Milli Təhlükəsizlik Xidməti də həmin şəxslərin tapıldığını və hazırda Ermənistanda olduğunu təsdiqləyib. Milli Təhlükəsizlik Xidmətindən daha sonra ətraflı məlumat açıqlanacağı da bildirilib. Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəd bölgəsində 2 nəfərin itkin düşdüyü barədə bugün səhər məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Sünik vilayətinin Tex kəndinin sakinləri Karin Cangiryan və Andrey Qyaguns 6 iyun saat 01:20 radələrində Aravuz kəndi ərazisində azıblar. Ermənistan Milli Təhlükəsizlik Xidməti ehtimal edirdi ki, onlar azaraq Azərbaycan ərazisinə keçib. Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.